burada başı gicələnirdi. Xəstəxanaya skoru çağırdım. Skoru gəldi bura. Balamı apardı. Dedik gedə stem vuracaqlar, düzələcək balım. Demə balamı Əzrailin əlinə aparırmışam, bala. Getdim balamı apardım. Dedilər şəkəri var. Şəkər iğnəsini vurdular. İnsulini vurdular, 2-2 vurdular. Balamı saldılar komaya. Balam saat 4-əcən çobaladı yerində. Uşaq xəstəxanaya getmirdi. Mən əlimlə apardım balamı. Dedim ta həkim var da bala. Dedim bir də skoru verin, mən balamı Bakıya aparım. Burada mənim balamı komaya salıblar, doktor. Dedi düzələcək. Saat 4 idi, balamı keçindirdilər. Balama 2 qaşıq burada bal yizdirib əlimdə aparmışam. O balın şəkərin qalxızlar elədilər şəkər. Verdilər insulini balama. Balamı çördülər elədilər, balamı apardılar, bastırdılar. Mənə ilə qorxuzurlar. Balı yaracaq. Şikayətçi olma. Balamın ürəyin partlatdılar. Ağzına dəmir soxurlar bu uzundakı. Aşağıya nəfəs verir. Balama nəfəs vermir, balamı öldürür. Ancaq bizi tutub çölə çıxarda bilirlər. Başqa heç nə. Yanına da buraxmırdılar. Yaxşıdır deyirdilər. Yaxşı deyə qardaşım aldılar məndən. Həkimlər də gah biri deyirdi Bakıya apar. Həkim yox idi o məsələ. Ha səçməzəyə vururdıq, biri telefonu söndürürdü, biri deyirdi Bakıda istirahətdəyəm. Yəni hər öz kefində. Yəni bu qardaşdır. Buna bizim canımız yanır. Dəqiqləşdirilməmiş hiperglikemiya diaqnozu ilə azyaşlıya zəruri tibbi xidmətlər göstərilib. Aparılan reanimasiya tədbirlərinə baxmayaraq 5 yanvar saat 04:00 radələrində pasiyentin bioloji ölüm faktı qeydə alınıb. Bu barədə Salyan rayon mərkəzi xəstəxanasının açıqlamasında bildirilib. Məlumatda ölümünə ilkin səbəb kimi hipotoniya qeyd olunub. Meyit təşrih olunması üçün məhkəmə tibbi ekspertiza və patoloji anatomiya birliyinin Salyan rayonu şöbəsinə təhvil verilib. Faktla bağlı araşdırma aparılır. Qeyd edək ki, Elcan Nəcəfov Salyan şəhər 9 nömrəli tam orta məktəbin 5-ci sinif şagirdi idi.